Salam Aygün. Güya işləyirsən, ya işləyirsən? Yox, işləyirəm. Bizdə güya işləmək Güya yoxdur. yoxdur. Amma tez bazar təbrik elə. Mezralə, təbrik edirik bacı. Səni çox istəyirəm. Salam əleyk. Tutaq ki, aleyküm salam. Bu tez bazar bir dənə təbrik elə qəti. Hə, kimi? Ay sağ ol. Qaqanı sən ki qaqan. Mənim ürəklərim. Çox hörmətli dostlarım və iş yoldaşlarım. Sizi çox istəyirəm və sizə uzun ömür can sağlığı arzulayıram. Bığın adından, Big Show'un adından sizi təbrik edirik. Bir söz var deyim. Butti mujnimi, jinoynimi. Xoşbəxt olun. Salam aleyküm. Salam aleyküm. Biz təbrik edirik. Edirik. Toy günün mübarək olsun. Jalə xoşbəxt olasan. Çox təəssüf bir balaca, yəni gördüyünüz kimi biraz hüzünlük gələ bilmədik, amma buna baxmayaraq. Bəli. Biz üzürlü hesab elə də öz maaş kartımızı buradan yollayırıq sizə. Ha. Paroldakı 832. Xahiş edirəm heç kim bilməsin. 46-65. Yəni nə qədər lazımdır indi saxlıqda qalıb çıxardarsınız. Buyur qardaş. Bir də ancaq kapital bankdan çıxardın ki, o bir bankdan prosent tutur. Xahiş edirəm. Xoşbəxt olun. Xoşbəxt. Rəsul qardaşım, bacımız Jalə öpürük, təbrik edirik. Toy davam edir. Davam edin, öpürük. Makiyajsız Əminəni görmüsüz? Çəkəcək. Əminə. Salam. Şarm veriliş adından Jaləni təbrik edirəm. Çox xoşbəxt ol, çünki sən buna layiqsən. Söz get. Neyi var yola verdik? Əminə, sən kaç kilosun? 60 kilo. O kadar var mısın? Əminə, en iyisi sen 10 kilo zayıfla. Əziz Jalə, Rəsul bəy, sizi təbrik eləyirəm. Baxmayaraq ki, sizi az müddətdir tanıyıram, amma bütün bunlarla yanaşı elə öz sevginizi qazanması sizi çox istəyirik, ürəkdən təbrik eləyirəm. Onlar bilirsiniz də ağlı qaralıdır, amma sizə qara tərəfini arzu eləmirəm. Hər zaman yolunuz ağ olsun, ağappaq olsun. Elə biz də dostlar, tanışlar, hər kəs sizi sevənlər baxsın elə sizin bütün bu cür gözəl həyat yolunuza və sevinir. Sizi təbrik edirəm. Allah sizi xoşbəxt eləsin. Çox sevdim, çox dəyər verdiyim insanlar, Rəsul və Jalə, sizi təbrik edirik. Əslində gün keçir adından bugün bütün ATV ailəsi mən biləm orada yığışıb, hamısını salamlayırıq. Amma doğrudan bu iki gözəl insanın ailə qurması bizi də çox sevindirdi. Xoşbəxt olasınız. Mən Jaləni ümumiyyətlə ilk gündən çox istəyirəm. Rəsul, hər halda sizin çox gözəl zövqünüz var və seçiminiz əla, super. Və Jalənin mamasını öpürəm, qucaqlayıram, bağrıma basıram. Gözünüz aydın olsun. İnşallah sizin balaca balalarınız da burada uşaq verilişində aparıcı olsunlar. Bundan gözəl arzu ola bilməz mənə gəlir ki, televiziya işçisi üçün xoşbəxt olun. Buyurun. Salam, axşamınız xeyir olsun. ATV Xəbər yenidən əsas buraxılışı ilə efirdədir və beləliklə evliliklərinin birinci il dönümündə 3 uşaq sahibi oldular və ATV Xəbər həmin 3 əmin ailəsinə bugün qonaq gedib. Çox maraqlı görüntülərimiz var, izləyirsiniz. Daha sonra Azərbaycanlı zəvvarlar həcc ziyarətindən qayıtdılar. Onların dualarını birlikdə eşidəcəyik. Daha sonra isə elə indicə aldığım son məlumata görə bugün şadlıq sarı... Yox uşaqlar, inciməyin. Mən bunu suflördən oxumayacağım. Ürəyimdən gələn kimi deyəcəm. Bəli, bugün mənə çox əziz olan iki insanın, mənim Rəsul qardaşımın və balaca quzum Jalənin toy günüdür. Mən sizin hər ikinizi təbrik edirəm. Jalə, təsəvvür edirəm, sən indi orada necə gözəlsən. Rəsul, sən də necə yaraşıqlı. Bax, bugün öz kiçik dövlətinizi qurursunuz. Qısaca həm arzumu deyim, həm də sənə Jalə bir-iki məsləhət. Ana xaqanlığı əlindən vermirsən. Rəsul, səni də görün pampers almaqdan cibində qəpiyim belə qalmasın. Buna qarğış kimi qəbul eləmə. Bu mənim içimdən gələn arzularım idisə. Hər birinizi salamlayıram. Toyda iştirak edən, bu günə ən çox sevinən, mən Vaqif daima göz aydınlığı verirəm. Gül bağçasından olan Gülzar və Gülxar xalalarıma və Jalənin atası Şirzad müəllimədə həmçinin gözünüz aydın olsun deyirəm.